Yerviz məmnunlar. Bir dənə qəşəng vişnəli farel hazırlayırıq. Belə qəşəng maraqlı videolar görmək istəsəniz Ziya Baku YouTube kanalı və Instagram səhifəsində baxa bilərsiniz. Yerviz məmnunlar. Bir dənə ləzzətli vişnəli farel hazırlayacağım. Onun da tərkibinə nə gedir? Qara zeytun, kərə yağı, duz, istiot, soğan, şüyüd. Bir dənə qəşəng hazırlayacağım tarxum kompotu. Bunun da tərkibinə gedir limon, pesok. O da ləzzətli olur. Bunun içinə belə bir tarxum əlavə edirik. Pesok. Biraz indi bu sərinləşir. Soyandan sonra qoyuruq soyuducuya. Bu zeytundur, tumu çıxmış zeytundur. Sonra yerini değişirik. Veririk bunları bulağın üstüne. Bu balıq elə bir şeydir ki, buna da çox istiliyi lazımdır ki, bu elə bir üzü pişəndə o bir üzü də pişir. Sonra qapağını qoyuruq. Bir hardasa 15 dəqiqə qalır burada vampopda pişir. 2-3 dənə o belə zövqü ilə şüyüd. Əllə belə qapardıq, atırıq üstüne.